De ki, Rəbbim məni əfv edər. Yetər ki, mən əllərimi açıb səmimi tövbə edim, göz yaşlarımı namaz qılan xalçama axıdım. Bir daha keçmiş günahlara qayıtmamaq qərarına gəlim. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Rəhmanın ərşinin dirəklərində yerə yazılmışdır. Rəhmətim qəzəbimə qalib gəldi. Əziz qardaş və bacılarım, insan ibadətdən uzaqlaşdıqca, zikirdən, duadan uzaqlaşdıqca ümidsizliyə yaxınlaşır və ümidsizlik də ibadətsizliyə aparır. Halbuki insan hər günahın dalıca istiğfar diləsəydi, yalvarıb yaxarsaydı, günü gündən ucalardı. Ümidsizlik dinimizdə ən böyük günahlardandır. Allah məni bağışlamaz demək özü böyük bir günahdır. Allah Teala Yusuf surəsində buyurur ki, Allah'tan ümidinizi kəsməyin, Allah'tan ümidini ancaq kafirlər kəsər. Biz bu mövzuda şeytanın nə vəsvəsə verdiyinə deyil, Allah'ın nə dediyinə baxmalıyıq. Çünki bizi bağışlaya biləcək Allah'tır, şeytan deyil. Şeytanın sənə vəsvəsə etməsinə izin vermə. Allah Teala Quran-ı Kərimdə şirkdən başqa bütün günahları əfv edəcəyini vəd verir. Sənin bütün günahlarını toplasan, Allah'ın rəhmətinin yanında dənizlərdən bir damla belə deyil. Rəbbimiz